Birinci Türkoloji Qurultayın Rəyasət Heyətinin fəxri üzvlərindən olan Əlibəy Hüseynzadə milli birlik, maarifçilik və müasirləşmə ideyaları ilə bu tarixi hadisənin aparıcı simalarından biri kimi tarixə düşüb. Qurultayın 100 illiyinə həsr olunan silsilə tədbirlərin yekunu da onun zəngin irsinə həsr edildi. Bu münasibətlə Milli İncəsənət Muzeyində elmi seminar keçirildi. Onu daha çok mütefekkir ve siyasi hadim kimi tanıyırlar. Onu da qeyd edeyim ki, o 1926 ildə Türkoloji Qurultayın Riyasət Heyətinin fəxri üzvü olmuşdu. Lakin biz onu burada məhz rəssam kimi təqdim edirik. Onun rəssam olduğunu çox az insanlar bilir. Seminardan sonra Əlibəy Hüseynzadə Böyük Mütəfəkkir və Rəssam adlı sərginin açılışı oldu. Ekspozisiyada böyük ideoloqun zəngin irsinə rəssamlıq yaradıcılığı prizmasından nəzər salındı. Feyzavər xanım atasının əsərlərini ümumiyyətlə arxivinə Azərbaycana vermək niyyətini bir daha elan etdi. Əlbəttə ki, bunun üzərində biz çalışmalarımızı sürdürdük İbrahim doktorla beraber. Sonra bunların Azərbaycana gəlməsi süreci başladı. İstiqlal Muzeyinə təslim edildi. Bugün gördüğünüz əsərlər hemen o günün xatirəsidir. Ekspozisiyaya Salyan Tarix Diyarşünaslıq Muzeyi, Tarix Muzeyi və Dövlət Bayrağı Muzeyinin kolleksiyalarından seçilmiş eksponatlar da daxil edilib. Sərgidə Əlibəy Hüseynzadənin baş redaktoru olduğu Həyat qəzetinin ipək üzərində çap edilmiş nadir nüsxəsi də nümayiş etdirilir. Bu nəşr sənətkarın publisistik və maarifçilik fəaliyyətinə işıq tutur. Azərbaycan adında bir qəzetin açılmasını istəmişdilər Əlibəy Hüseynzadə, Topçubaşov, Əhməd Ağoğlu. Amma Çar Rusiyası dönəmində bu adda Azərbaycan adında qəzetin açılmasına icazə verilməmişdi. Həyat qəzetinin açılmasına icazə verildi və həmin Həyat qəzetində silsilə məqalələr, ümumiyyətlə az saylı Azərbaycan türkünün deməli mətbuatı nümunələri var idi ki, xüsusən də Əlibəy Azərbaycan dövlətçiliyi, nəzəri siyasi fikir tarixində, fəlsəfi fikir tarixində Füyuzat dərgisi ilə özünün bir füyuzatçılar məktəbinin yaradılması ilə qalmışdır. Qeyd edək ki, Əlibəy Hüseynzadə Böyük Mütəfəkkir və Rəssam sərgisi sentyabrın 30-na dək ziyarətçilərin üzünə açıq olacaq. Arzu Yusif, Arid Şkalizadə, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.